Salam əleykum, hər vaxtınız xeyir. Mən Nihat Zəfərli, MHM Abituriyent şöbəsinin kimi müəllimi. Sizin üçün növbəti belə bir maraqlı sual seçmişəm izah üçün. Baxın, lövhədə sualı görürsünüz. Videonu dayandırıb əvvəlcə sualla tanış ola bilərsiniz. Sualda deməli bilinməyən hər hansı bir X elementinin oksidləri verilib və bunların qarışığının ikisi belə qarışığının kütləsi 78,4 qramdır və qarışığında 1,4 mol oksigen atomu var deyir. Baxın, gəlin belə deyək. Maddəmizdən biri X2 O3'dür. Diğer ise X3 O4'dür. Elə deyilmi? Eyni mol miqdarda götürülür, düzdürmü? Bilmirdə neçə moldur? Olsun N mol. N mol bundan, N molu bilinməyən bir ədəd, N. N mol bundan olanda burada neçə dənə oksigen var? 3 dənə oksigen. Buradakı oksigen sayı nə olur? 3N. Burada neçə oksigen var? 4 dənə. Oksigen sayı nə olur? 4N. Və ikisinin cəmi nə olur? 1,4 mol. Yəni topladığımız zaman 7N bərabərdir 1,4, N də bərabərdir. Buradan 0,2'ni alırıq. Deməli, bu dediyimiz N neymiş? 0,2 imiş. Yəni biz bu sualda artıq N'ləri sildim. 0,2 mol bundan, 0,2 mol da bundan götürmüşük ki, gəlib axırda nə olub? Tərkibində 1,4 mol oksigen olub. Biz bildik ki 0,2 mol bundan var, 0,2 mol da bundan var. Və ikisinin kütləsi cəmi 78,4 qramdır, elə deyilmi? O zaman mən nə etməliyəm? Baxın, 0,2'ni bunların kütlələri cəminə. Bunların kütlələri cəmi nə edir? Baxın, 2 dənə X burada, 3 dənə X burada. 5X üstə gələk. 3 dənə oksigen burada, 4 dənə oksigen burada, 7 dənə oksigen. Yəni 7 vur 16'ya vurduğum zaman bərabərləməlidir 78,4'ə. Tamam mı? Və bu tənliyi həll etdiyimiz zaman 5x üstə gələk. 7 vur 16 nə verir bizə? 112 bərabərdir. 78,4'ü 0,2'ye bölürəm. Nə verir mənə? Deməli 392 verir. Buradan da tənliyi həll etdiyimiz zaman 5x bərabərdir. 392'dən 112 çıxdım. 280, x də bərabərdir. 280 böldüm 5'ə 56. Deməli bu x-in nisbi atom kütləsini soruşurdu bizdən. Biz də x-in nisbi atom kütləsini 56 tapmış olduq. Bax bu riyazi gedişatla beləcə. Bu qədər.